Bugün soyuq havada ürəyimə toyuq çığırtması düşdü və mən də tənbəllik eləmədim. Başladım hazırlamağa. Elə ki, təzə başlamışdım. Yoldaşım dedi ki, mən eləyəcəm. İndi oturub deyirəm ki, hazırlanmış yeməyin dadı tam başqa olur. Və reseptini də istədim sizlərlə bölüşüm. Çox dadlı və ləzzətli, rahat bir yeməkdir. Kənd çolpasından super olur. Bu salat isə çox rahatdır, çoğundur. Nar, kök, bir də toyuğun döşəti mayonez dadı görə biraz duz əlavə etmişəm. Çox ləzzətli olur. Qış aylarında ən çox sevdiyim salatlardan biridir. Yenə söhbət açım ilk baharımdan, nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl şən Azərbaycan. Tər güllər şəfalıdır, göy gölmə səfalıdır.